28 may deyirik əziz tamaşaçılar. Təbii ki, bir də tarixi zəfərdən sonra yeni inkişaf mərhələsinə addım atan Azərbaycandan söhbət gedir. Qonağımız isə millət vəkili Azər Allahveranovdur. Azər müəllim, sabahınız xeyir. Sabahınız xeyir. 28 may müstəqillik gününüz mübarək. Sizin də bayramınız mübarək. Təşəkkür edirik dəvətimizi qəbul edədiyiniz üçün. Azər müəllim, Azərbaycanın tam suverenliyinin bərpası tarixi əslində hansı mərhələnin tamamlanmasıdır? Bu tarix olaraq biz hansı tarixi götürürük ümumiyyətlə? Yox, təbii ki, tarix olaraq biz 18-ci il 28 may tarixini əbəs yerə əsas bir tarix olaraq götürmürük. Ona görə ki, uzun müddətdir ki, Azərbaycan xalqı azad və firavan yaşamaq arzusunda olubdur və nəticə etibarilə də məhz 28 mayda İstiqlal Bəyannaməsini qəbul etməklə bu bir daha Azərbaycan xalqı özünün azadlıq aşiqi olmasını faktiki təsdiq etməklə şərqdə sözün əsl mənasında ilk demokratik bir cəmiyyətin, dövlətin əsasını qoymuş oldu və bu bir çox göstəricilərinə görə çox əlamətdar bir hadisədir. İlk əvvəl xalqın milli azadlıq ruhunun təcəssümü kimi də dəyərləndirilə bilər 28 may. Milli dövlətçilik təfəkkürünün bir rəmzi mənasını daşıyan bir hadisə kimi də dəyərləndirilə bilər. Amma istənilən halda təbii ki, milli iradənin və qürurun zəfər tarixi kimi də tarixə düşübdür 28 may tarixi və bu baxımdan da təbii ki, bir çox dövlətlərə yeri gəlmişkən örnək ola biləcək bir dövlətin qurulmasından biz söhbət edirik. Çünki sözün əsl mənasında bir çox demokratik dəyərləri özündə əks etdirməklə yanaşı, həm də o demokratik dəyərlərə sadiqliyini qəbul etdiyi qanunlarla həyata keçirdiyi siyasətlə təsdiq etmiş oldu Azərbaycan Xalq Cümhuriyyəti və bu səbəbdən də həqiqətən də şərqdə, biz adətən deyirik şərqdə, müsəlman şərqində ilk demokratik dövlət, amma reallıqda da həm də bu AXC dönəmində qəbul olunmuş biz qərarlara və qanunlara diqqət etsək, görərik ki, bu ümumiyyətlə ümumbəşəri mahiyyət daşıyan dəyərlərə sadiqliyini nümayiş etdirə biləcək bir vacib bir qərarlardır. Misal üçün, qadınlara seçmək və seçilmək hüququnun verilməsi və bir çox məsələlər. Təbii ki, bunlar həqiqətən də qürur verici bir hadisələrdir və biz də nəticə etibarilə uzun müddət, yəni dövlətçilik ənənəsinə sadiq olan və amma müxtəlif dövrün təlatümləri zamanı müxtəlif siyasi hadisələrin ağuşunda getməklə müəyyən mənada hər zamanda biz uzun müddətli bir dövlətçilik modellərini ortalığa qoymaqla yanaşı, amma nəticə etibarilə də sonda məhz 1918-ci ildə İstiqlal Bəyannaməsini qəbul etməklə o günə qədər olan, o dövrə qədər olan dövlətçilik ənənəsinin artıq bu İstiqlal Bəyannaməsində bir daha təsbit etməklə, yəni bu artıq 20-ci əsrdə o dövlət konsepsiyasına uyğun olaraq, sonra beynəlxalq münasibətlər sisteminin tamamilə fərqli bir dönəmdə olduğu bir zaman biz müstəqil respublikanı bəyan etməklə nəticə etibarilə öz adımızı dünya tarixinə qızıl hərflərini yazdırmış olduq. Və yeri gəlmişkən, o dövrdə formalaşan, yəni demək olar ki, sıfırdan formalaşan bir dövlətçilik ənənələri əslində biz bunu nə qədər davam elətdiririk? Bax, bu yeni Azərbaycanda nə qədər davam elətdirilə bildi? Mən bir ortaq dəyərlər barədə danışmaq istəyərdim sizinlə. Məsələ bundadır ki, məsələ bundadır ki, siz qeyd elədiniz, sıfırdan qurmaq məsələsi. Azərbaycan xalqının çox qədim dövlətçilik bir ənənəsi var. Uzun müddət Azərbaycan xalqı əsrlər boyu, hətta misal üçün biz bir qədər geniş kontekstdə götürdükdə, yəni məsələyə bir qədər retrospektiv, yəni tarixi nöqteyi nəzərdən yanaşdıqda biz görürük ki, həqiqətən də çox böyük və zəngin təcrübəyə malik olan bir xalqı tərənnüm edirdi Azərbaycan Xalq Cümhuriyyəti. Məsələ bundadır ki, mənim indi xatırlayıram, orta əsr tarixinə hətta nəzər salsaq görərik ki, diplomatik münasibətlərin qurulması,
diplomatik yazışmalar, yəni bir dövlətlər arası əlaqələrdə Azərbaycan ərazisində o dövrlər mövcud olmuş dövlətlər nəticə etibarilə bu xalqın yaratdığı, bu xalqın ortaya qoyduğu bir dövlətçilik bir modeli idi və bu model çox uğurlu şəkildə həyata keçirilməkdə idi. 1918-ci ildə həmin bax o modelin məntiqi bir nəticəsi idi. Çünki artıq 20-ci əsrdir, yeni bir dünya baxış var, yeni bir beynəlxalq münasibətlər sistemi qurulur. Bu tamamilə fərqlidir əvvəlki əsrlərdə olan münasibətlər sistemindən. Məhz bu dövrün tələblərinə uyğun olaraq yeni dünyavi bir dövlət modeli qoyulmuş olur ortalığa. Bugün isə 2026-cı ildə əgər biz bu məsələlərə bir qədər də yenə də retrospektiv yanaşdıqda görürük ki, məhz 1918-ci ildə əsası qoyulmuş dövlətçiliyin bugün çox uğurlu şəkildə biz həyata keçirildiyini görürük. Çünki 1991-ci ildə Sovetlər İttifaqı dönəmində, xüsusilə də Azərbaycanda o milli azadlıq hərəkatının başladığı bir tarixə nəzər salsaq, biz görəcəyik ki, eyni bir proseslər yaşanmışdı o dövrdə. Çünki eyni ilə də biz 1917-ci il fevral burja inqilabı, oktyabr inqilabı və ondan sonra gedən proseslər, Zakavkaziya Respublikasının yaradılması və digər məsələlərə biz diqqət yetirdikdə görürük ki, bəli, eyni oxşar bir proseslər var idi, amma bu dəfə milli azadlıq hərəkatı daha əzmkar oldu, xalq daha qətiyyətli oldu. Misal üçün, AXC dönəmində 23 ay ərzində Xalq Cümhuriyyəti mövcud olduğu bir dövrdə bildiyiniz kimi o qeyd elədiniz, o müəyyən məsələlər, dövlət ordu quruculuğu, sonra dövlət institutlarının formalaşdırılması və digər məsələlər, amma daxildə də müəyyən çəkişmələr, müəyyən təlatümlər yaşanmaqda idi. Kənar müdaxilələr də olduqca kəskin idi. 1991-ci ildən sonra Azərbaycan müstəqilliyini elan etdikdən sonra biz faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq yenə də biz həmin hadisələrlə üzləşdik. Yenə də biz gördük ki, bizim cəmiyyətdə müəyyən qüvvələr var ki, onlar kənar siyasi mərkəzlərin təsiri altında yenə də o təlatümlər, qarşıdurmalar, gərginliklər yaratmaq niyyətindədir. Biz bunu xüsusilə 1992-93-cü il hadisələrində də gördük. Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyünün hakimiyyətdə təmsil olunduğu bir dönəmdə daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, müxtəlif o idarə olunmaz dəstələrin ayrı-ayrı şəxslərə bağlı olması. Biz eyni bir hadisələri gördük. Amma bu dəfə xalq daha qətiyyətli oldu. Xalq daha o həmin o dəyərlərə sadiqliyini nümayiş etdirməklə 1993-cü ildə Ulu Öndərin hakimiyyətə təkrar dəvət olunması ilə nəticə etibarilə bu son nöqtəni qoymuş oldu. Çünki xalq daha güclü iradəyə, daha sərt baxış bucağını sərgiləmiş oldu. Çünki kənar müdaxilələr nə qədər də güclü olsaydı da belə, amma xalq öz həmrəyliyini nümayiş etdirmiş oldu və Ulu Öndərin ətrafında birləşərək nəticə etibarilə həm o kənar qüvvələrə öz sərt mövqeyini göstərmiş oldu, həm də ki, dövlət quruculuğuna çox vacib bir töhfələrini vermiş oldu. Məsələ bundadır ki, 1994-cü ildə hadisələrini də mən nəzər salmaq istəyirəm. Xüsusilə də bu əsrin müqaviləsinin bağlanması. Məsələn, biz paralellər aparsaq görərik ki, həmən 1918-ci ildə biz bu kimi iqtisadi islahatlara gedə bilmədik. Biz bu kimi iqtisadi nailiyyətlərə imza ata bilmədik. Ordu quruculuğunu başlasaq da belə onu yekunlaşdıra bilmədik. Çünki həqiqi mənada orada iqtisadi zəmində maddi imkanlar və digər məsələlər çox məhdud idi. Və üstə də gəlin dediyim kimi o kənar müdaxilələr. Burada isə 1994-cü ildə Heydər Əliyevin sayəsi nəticəsində əsrin müqaviləsinin bağlanması nəticə etibarilə ölkənin iqtisadi cəhətdə suveren olmaq imkanını qazandırdı. Və biz bu siyasəti çox uğurlu şəkildə həyata keçirməklə nəticə etibarilə iqtisadi müstəvidə əldə etdiyimiz imkanlar hesabına həm də ordumuzu gücləndirə bildik. Baxın, bunlar hamısı ardıcıl və sistemli şəkildə həyata keçirilməklə nəticə etibarilə bir strateji kursun, həqiqətən də bir uzun, bir neçə 10 illiyə hesablanmış bir strateji kursun nədən ibarət olduğunu biz gördük. Çünki məhz 2020-ci ildə, məhz 44 günlük vətən müharibəsində torpaqları işğaldan azad etməklə nəticə etibarilə biz onu gördük ki, həmən 1994-cü ildə əsrin müqaviləsi bağlanmaqla iqtisadi cəhətdən suverenliyə
qədəm basmaqla Azərbaycan nəticə etibarilə çox güclü bir ordu qurmaqla həm də öz ölkənin suveren hüququnu təmin etmiş oldu. Konstitusiyon rejimini ölkənin bütün ərazilərində bərqərar etməklə bugün artıq Azərbaycan güclü və etibarlı tərəfdaş qismində özünü göstərməklə beynəlxalq münasibətlər sistemində artıq təsdiq edibdir. Və dünyanın bir çox dövlətləri, iri dövlətləri, biz bunu yenə də paralellər aparaq. Misal üçün, mənim yadıma ki, 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətini bəzi dövlətlər ümumiyyətlə qəbul eləmək istəmirdi. Baxmayaq ki, aylarla bizim nümayəndə heyəti Paris Sülh Konfransında iştirak edirdilər və danışıqlar aparırdılar müxtəlif ölkələrin diplomatlarına tərəfindən dəstəklənsə də belə iri dövlətlər tərəfindən çox elə də qəbul olunmurdu. Amma ki biz 2000 artıq 25-2026-cı illərə nəzər saldıqda xüsusilə də bir çox möhtəşəm uğurlara Azərbaycan imza atdıqdan sonra biz bunu Davosda da görürük, biz bunu Münxen konferansında da görürük, biz bunu müxtəlif tədbirlərdə, məsəl üçün Avropa Siyasi Birliyinin tədbirində də görürük ki, artıq dünyanın həmin o güclü dövlətləri, hansılar ki zamanında 1919-cu ildə Azərbaycan nümayəndə heyətini qəbul eləmək istəmirlər, bugün özləri müraciət edirlər ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev onları qəbul eləsin. Və onlar bugün Azərbaycanda çox maraqlı olduqlarını tam həcmlə ifadə etməkdədirlər. Çünki onlar enerji təhlükəsizliyi məsələlərini Azərbaycan hesabına həll etmək istəyirlər. Çünki onlar nəqliyyat logistika layihələrini Azərbaycan hesabına həll etmək istəyirlər. Çünki Azərbaycan həqiqətən də həmin o layihələrin çox uğurlu şəkildə Avrasiya qitəsində reallaşdıran etibarlı tərəfdaşlardan biridir. Bugün Azərbaycanın üzərindən keçən orta dəhliz məhz Azərbaycanın zamanında yeri gəlmişkən Ulu Öndər Heydər Əliyevin dönəmində əsası qoyulmuş Bakı-Tiflis-Kars layihəsi hesabda bugün reallaşmaqdadır. O dönəmdə yeri gəlmişkən onu da deyim sizə, Bakı-Tiflis-Kars layihəsi artıq müzakirələrə çıxardanda bir çox dövlətlər elə o cümlədən də qərb dövlətləri onlar bir qədər skeptik yanaşırlar bu layihəyə. Deyirlər ki, bu rentabilli olmayacaq, bunun heç bir gələcəyi yoxdur. Üç ölkəni əlaqələndirdiniz, nə olsun bu üç ölkəni əlaqələndirə biləcək hansı və ya onların maraqlarını təmin edə biləcək hansı beynəlxalq yük daşımalar burada ola bilər. Amma Azərbaycanın qətiyyətli mövqeyi zamanında Heydər Əliyev tərəfindən xüsusilə ifadə etməklə, sonraki mərhələdə uğurlu şəkildə cənab İlham Əliyev tərəfindən də reallaşdırmaqla bir daha sübut elədi ki, elə həmin o orta dəhliz layihəsi var, hansı ki bugün Avrasiya qitəsi üçün, xüsusilə də Avropa İttifaqı ilə Çin üçün həyati əhəmiyyətli olan layihələrdir. O layihələrin uğurlu şəkildə həyata keçirilməsinin əsasında məhz zamanında 1997-ci illərdə 90-cı illərin ikinci yarısında qoyulmuş məhz Bakı-Tiflis-Kars layihəsi oldu. Yəni bu artıq bir daha onu göstərdi ki, Azərbaycanın xarici siyasət kursu, o cümlədən də iqtisadi inkişaf strategiyası çox praqmatikdir, çox uzun müddətli bir dövrə hesablanıbdır və bugün də biz artıq atdığımız bütün addımlar, siz fikir versəz, bu yaşıl enerji olsun, bu digər layihələr olsun, bunlar nəticə etibarilə yaxın bir neçə 10 illikdə öz tövhəsini, öz mənfəətini verə biləcək bir layihələrdir. Və bu da bir daha onu göstərir ki, Azərbaycan sizin sözünüzdən irəli gələrək öz həmin dəyərlərə sadiqliyini məhz tam həcmlə yerinə yetirməklə, tam həcmlə təmin etməklə həm də ümumbəşəri bir mahiyyət daşıyan bir xarici siyasət kursunu sərgiləyən bir dövlətdir. Bugün Azərbaycan qoşulmama hərəkatı, bugün Azərbaycan COP29-da, bugün Azərbaycan şəhər salma forumunda, bugün Azərbaycan çox sayılı multikultural və humanitar forumlarda, siyasi tədbirlərdə, eyni zamanda müxtəlif idman oyunlarında, misal üçün 1-ci Avropa oyunları, 4-cü İslam həmrəyliyi oyunları, MDB, 3-cü MDB oyunlarını xatırlasa, yəni bunları ən yüksək səviyyədə, ən maksimum dərəcədə uğurlu şəkildə həyata keçirməklə nəticə etibarilə yeni bir inkişaf modelini və eyni zamanda bir əməkdaşlıq və tərəfdaşlıq modelini ortaya qoyan dövlətdir bugün Azərbaycan və bugün Azərbaycanın bu rolu xüsusilə göstərilməkdədir. Azərbaycanın imici getdikcə də artmaqdadır, güclənməkdədir. Təbii ki, biz bir vətəndaş olaraq təbii ki, bundan çox
geniş ürəklə bir qürur hissi yaşamaqdayıq və nə yaxşı ki, biz də bu proseslərin bir fəal iştirakçısı və onun şahidiyik. Yeri gəlmişkən, yenə mən müqayisələr apardım müəyyən mənada. Biz tarixin dərslərini 1918-ci ildə qurduğumuz Azərbaycan Xalq Cümhuriyyəti zamanı üzləşdiyimiz deməli, problemləri biz artıq 1991-ci ildən sonra nəzərə aldıq. Məhz nəzərə aldığımız üçün, o tarixi dərslərini götürdüyümüz üçün Azərbaycan xalqı öz həmrəyliyini dövlət, xalq, iqtidar, cəmiyyət, ordu deməli, alqoritmi üzərində, modeli üzərində çox uğurlu şəkildə qoymaqla artıq yeni inkişaf mərhələsinə daxil olmuş oldu. İndi siz fikir verin, yeri gəlmiş ki, mən çox vaxtınızı almasını bir kəlmə demək istəyirəm ki, ölkənin 1/5 hissəsində, 2-3 il ərzində həyata keçirilən bərpa quruculuq işlərinə biz diqqət yetirsək, belə dinamika heç bir dövlətdə olmayıbdır. Heç bir dövlətin ərazisində 2-3 il ərzində 3 beynəlxalq hava limanı inşa edilməyibdir. Bu əsl inkişaf nümunələridir. Və digər tərəfdən də bir məsələni də yaddan çıxartmayaq. Bu hansı ərazilərdə baş verir? Bu hansısa bir səhrada baş vermir, bu hansısa bir adi bir torpaqda baş verir. Bu minalarla çox belə çirklədilmiş, 1 milyondan çox minanın bastırıldığı ərazilərdə potensial təhlükə, mina yeriyən təhlükədir. Bu terrordur sözün əsl mənasında. Azərbaycan hətta belə bir şəraitdə, belə bir təhlükəli bir vəziyyətdə həmin əraziləri təhlükəsiz şəkildə gətirməklə həmin o dediyimiz böyük inkişaf nümunələrini ortalığa qoymaqdadır ki, bugün yeri gəlmişə şəhərsalma forumunda bu modelə xüsusilə diqqət yetirirlər xarici ekspertlər, xarici qonaqlar və Azərbaycan çox böyük qürur hissi ilə Azərbaycanın həmin o bərpa, quruculuq işlərini həyata keçirdiyi zaman ortaya qoyduğu inkişaf modelini xüsusilə də şəhərsalma konsepsiyasına uyğun olaraq ağıllı şəhər, ağıllı kənd, texnoloji yenilərdən istifadə etmə və digər məsələləri çox uğurlu şəkildə nümayiş etdirmiş oldu ki, bu da çox böyük yüksək səviyyədə təqdir olundu və bu da hətta dövlət rəsmilərinin çıxışlarında xüsusilə qeyd edildi. Elədir. Azər müəllim, mən sizə təşəkkür edirəm. Çox sağ olun ki, bugün bizim qonağımız idiniz, vaxtınızı ayırdınız. Sağ olun, bir daha bayramlarınız mübarək. Bayramınız mübarək. Əziz tamaşaçılar, millət vəkili Azər Allahveranov bizlə idi. Biz bir daha təşəkkürümüzü bildiririk və elə təklif edirəm ki,